Bugün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində birinci qrup Qarabağ əlili istefadə olan baş leytenant Məğrub Bədəlli hüquq mühafizə orqanlarında üzləşdiyi problemlərlə bağlı növbəti mətbuat konfransı keçirib. Qarabağ əlilinin sözlərinə görə 23 mart 2011-ci ildə 38-39 dərəcə istiliklə öz evində yataqda xəstə yatdığı halda 4-5 nəfər mülki geyimli şəxs zorla onu 39-cu polis bölməsinə aparıb, qollarını qandallayaraq işgəncə veriblər. 2 gün onu ailəsindən xəbərsiz, tutarlı əsas olmadan istintaq təcridxanasında saxlayıblar. Bədəlli ona işgəncə verən hüquq mühafizə orqanlarının işçilərinin cəzalandırılmasını və barələrində cinayət işi qaldırılmasını tələb edir. Bundan əlavə o, barəsində Cinayət Məcəlləsinin 221.3 silahlı xulqanlıq maddəsi ilə başlanmış cinayət işinə etiraz edir. Məğrub Bədəlli bu işin qondarma olduğunu iddia edir. Güya o, 12 saylı hüquq məsləhətxanasının vəkilinə qarşı xulqanlıq edib. Bütün bu qanunsuzluqlardan əlavə oktyabrın 18-də adı çəkilən cinayət işini aparan Səbail rayon polis idarəsinin baş müstəntiqi Müslüm Quliyev Məğrub Bədəlliyə bildiriş göndərərək 25 oktyabrda Sabunçu rayon Maşdağa qəsəbəsində Səhiyyə Nazirliyinin məhkəmə psixiatrik ekspertiza mərkəzində olmasını istəyib. Qarabağ əlilinin fikrincə məqsəd onun əqli sağlamlığına şübhə ilə yanaşaraq xəstə diaqnozu qoymaq, hər cür qanunsuz yollarla yerli məhkəmə instansiyalarının ötürüb Avropa məhkəməsinə müraciət etməsinə mane olmaqdır. Məğrub Bədəlli bütün bunların onun konstitusiya ilə təsbit olunmuş azadlıq, təhlükəsiz yaşamaq, mənzil, şəxsi toxunulmazlıq, sağlamlığın qorunması, nəhayət Qarabağ əlillik hüquqlarını kobud şəkildə pozan fakt kimi dəyərləndirib. O, aidiyyatı qurumlardan hüquqlarının bərpasını tələb edir. Məğrub Bədəlli hüquqları pozulduğu üçün mütləq Avropa məhkəməsinə müraciət edəcəyini deyir.